salam, mən Qəzra Akademiyədən Salam müəllimə. Bugünkü videomuzda artıq videonun adından bəlli olduğu kimi bilirsiniz ki, din 11-ci siniflərin imtahan mərhələsinə artıq S mövzusunu salıblar və deyiblər ki, bu S 100 sözdən ibarət olmalıdır. Bir tərəfdən tələbələr bu hala sevinir, digər tərəfdən isə sorurlar ki, bəs necə S-ni bilirəcək? Heç məktəbdə, məktəb dərsliyində demək olar ki, səhv xatırlamıramsa, səhv etmirəmsə, esse izahı, necə yazılmalıdır mövzusu haqqında heç bir müzakirələr və danışıqlar aparılmayıb deyə bu sizə çətin gələ bilər. Mən sizə addım-addım 11-ci sinif imtahanında, buraxılış imtahanı gedir söhbət, nə cür esse yazmaq olar. Ən öncəliklə, mənim sizə öyrətdiyim qrammatikalardan başqa sizin çox yaxşı söz bazanız olmalıdır. Ona görə də siz söz bazanızı gücləndirməlisiniz ki, qrammatika ilə birlikdə biz sizlərlə cümlə qura bilək. Heç bir narahatçılıq yoxdur. İnşallah etap-etap videolar çəkəcəm ki, sizə hər şey daha aydın və anlaşılır olsun. İndi isə gəlin başlayaq. Deməli, bugünkü ilk izah edəcəyim hissə correlative conjunctionslardır. Yəni, bağlayıcılardan danışacağım mən. Çünki əgər siz bir cümlədə nə qədər çox bağlayıcı, linking word-dən istifadə etsəniz, sizin esseniz o qədər yaxşı advans səslənəcək. İndi gəlin başlayaq. Artıq siz testlərin izahından bilirsiniz ki, not only but also plus and, either or, neither nor, the more, fonetdən çıxıb variantları işarələyirsiniz. Amma onların danışıqda və essedə olan, necə deyərlər, təsiri tamam başqadır. Deməli, birinci yazdıq not only, but also. Not only but also mənası olacaq, təkcə, həm də. Və yaxud da böyük tərcümə edilir. Nəinki, həm də. Məsələn, not only-dən sonra birisinin istifadə olunur, but also-dan sonra digərisinin istifadə olunur. Məsələn, cümləni quraq belə deyirəm. Deyirəm ki, nəinki müəllimlər, həm də valideynlər tədbirdə iştirak etdi. Deməli, nəinki müəllimlər, həm də valideynlər tədbirdə iştirak etdi. Birinci baxaq görək, iştirak etmək nə deməkdir? İştirak etmək demək deyə bilərik, participate, take part and attend. Hər üçündə mənası iştirak etmək deməkdir. İndi mən cümləyə həmişə ingilis dilində mən cümlədən mübtədanla başlayıram. Azərbaycan dilində bu belədir. Mübtədandan sonra hərəkətini, feilimi, xəbərini istifadə etməliyəm. İndi iştirak etdi. Kimi iştirak etdi? Nəinki müəllimlər, həm də valideynlər. Nəinki? Not only teachers, düzdürmü? Not only teachers, həm də nə? But also valideynlər, parents, iştirak etdi, took part. Cümlə keçmiş zamanda deməli take part'ı took part'a çevirir, okey mi? Took part tədbirdə, in the meeting. Aydındır, not only but also. Nəinki həm də, bizim tecrübümüzdə orada var. Okey, bu hissəni silirəm. Keçirik ikinciyə. İkincisi olacaq both and. Both and. Mənası olacaq həm də. Məsələn, deyirəm ki, həm şagirdlər, həm şagirdlər demək. Daha belə mənalı cümlə quraq. Deyək ki, həm valideynlər, həm də müəllimlər uşaqlar üçün məsuliyyətli olmalıdır. Yazıram. Həm valideynlər, həm də müəllimlər uşaqlar üçün və ya uşaqlara məsuliyyətli olmalıdır. İndi, yenə,
məsuliyyətli olmalıdır. Kim məsuliyyətli olmalıdır? Həm valideynlər, həm də müəllimlər. Yazıram. Həm valideynlər, həm də müəllimlər. Gəlin birlikdə yazaq. Həm both parents, həm də and müəllimlər. Teachers. İndi mən deyirəm, olmalıdır. Bu artıq mənim məsləhətimdir. Məsləhət tipli cümlələrdə, modal feillərdə biz should'dan ought-to istifadə edirik. Gəlin burada should istifadə edək. Those parents and teachers should be olmalıdır. Should be how? Məsuliyyətli. Məsuliyyətli nə deməkdir? Baxın, bunları yadda saxlamaq lazımdır məhcə. Məsələn, responsible nə deməkdir? Responsible, məsuliyyətli, responsible həmişə for istifadə olan preposition olaraq bunu yadda saxlayaq. Məsuliyyət, responsibility, okay? Responsibility, bu isimdir, məsuliyyət deməkdir. Bu responsible məsuliyyətli, how? Necə məsuliyyətli? Deməli, should be responsible to children. Və yadda saxlayın, both and-in xəbəri həmişə cəmdə olur, okey? İndi üçüncü. Üçüncü. Either or. Ya da. Məsələn, ya da. Məsələn, deyirsən ki, ya riyaziyyat, ya da tarix hazırlığı dəyişdirilməlidir. Ya riyaziyyat, ya da tarix hazırlığı dəyişməlidir. Dəyişməlidir. Nə dəyişməlidir? Ya riyaziyyat və tarix hazırlığı. Ya riyaziyyat. Either math ya da or tarix, history, hazırlık, preparation dəyişdirilməlidir. Should dəyişmək nədir? Bəli, should change. Və yaxud dəyişdirilməlidir deyəcəmsə, məsələn, kimsə tərəfindən should be change formasında istifadə edilə bilər. Narahat olmayın, bu cümlənin hər birinə uyğun sizə beləyək. Ən axırda tapşırıq verəcəm, onları rəy qismində yazarsınız, görək vəziyyət nə cürdür. Növbəti. Neither nor. Xəbəri həmişə təkid olar. Xəbəri həmişə təkid olar. Neither nor. Nə? Nə də? Məsələn, deyirəm ki, nə? Nə anam, nə də atam mənə kömək etdi. Ümumiyyətlə, neither norun öz inkarıdır, əlavə bir inkara ehtiyacımız yoxdur. Onsuz cümlənin mənası negativitidir. Ona görə də heç bir əlavə negativliyi istifadə etməyə ehtiyac yoxdur və bir cümlədə heç inkarlı olmaz. Nə anam, nə də atam mənə kömək etdi. Neither my mom, nə də nor atam, my dad mənə kömək etdi. Helped me. Helped. Keçmiş zaman kömək etdi. Helped me. Burada artıq didn't help deməyə ehtiyac yoxdur. Çünki mənim cümləm neither-ını onsuz da mənfiliyi bildirir və bir cümlədə inkarı istifadə bilmədiyim üçün ingiliscəsində həmin bu cümlədə ehtiyac yoxdur ki, biz inkardan istifadə edək. Bunu diqqətimizdə, nəzərimizdə saxlayarsınız. Və ən sonuncu və mənim ən çox sevdiyim the more. Deməli, bu testlərdə yoxdur, amma cümləlik danışıqlarda, esələrdə çox istifadə edilir, podkastlara tez-tez bunu arasılara bilərsiniz. The more, nə qədər,
Nə qədər, o qədər. Eyni söz mənası fərqli. Nə qədər, o qədər. Məsələn, deyirəm ki, nə qədər yesən, o qədər köçələcəksən. Nə qədər yesən, nə qədər. The more yesən, yəni sən yesən. The more you eat, o qədər. The more köçələcəksən. Sən köçələsən, düzdürmü? The more you will, gələcəksən anda cümlən köçələcəksən. You will, kök fətdir. Köçəlmək olacaq get fat. You will get fat. Okay? You will get fat. Deməli, indi siz mənə yorumlar qismində bəzi tapşırıqlar yazacağım. Tapşırıq əvəzində daha çox cümlələr verəcəm sizə Azərbaycan dilində. Həmin o cümlələri ingilis dilində təbii ki, bu qaydamıza uyğun çevirmək lazımdır. Onları da yorumlar qismində yazarsınız. Səhv doğru artıq növbəti videolarda biz onun doğruluqlarını, səhvlik dərəcələrini ölçə biləcəyik. Videomuz bu qədər idi. Ümidvaram sizə kömək ola bildim. Növbəti videolarımızda görüşmək ümidi ilə çalışın bu qaydanı daha yaxşı biləsiniz və sözləri çox yaxşı əzbərləyə biləsiniz ki, növbəti esselərdə qrammatikanı başa düşürsünüz, okeydir hər şey, tamam. Amma söz bilməsək esseni yaxşı yaza bilməyəcək. Sağ olun.